Kanala abunə olub, videoları bəyənib, dostlarınızla paylaşmağı unutmayın. Bu sual OTK sınaq imtahanına salınıb, 11-ci siniflərə salınmış sualdır. Gəlin bunu sadələşdirək. Əvvəlcə surəti sadələşdirək. Surəti köçürürəm aşağı. Kökdə 3 üstə gəl, kökdə 15, çıx kökdə 2, çıx kökdə 10. Bu tipli misalları hesablayanda ortaq vuruq çıxarmaqla işləyəcəyik. Gəlin bu ikisindən ortaq vuruq çıxaraq. Kökdə 3 çıxır qarşıya, 1 üstə gəl, kökdə 5 qalacaq. Çıxılsın, ikisindən də kökdə 2-ni çıxarsaq, 1 üstə gəl, kökdə 5 qalacaq. Bəlkə də bəziləriniz ortaq vuruğu çıxara bilmirsiniz. Ortaq vuruq çıxarmaq nə deməkdir? Burada gördüyünüz hər bir həddi çıxarılan ortaq vuruğa bölmək. Kökdə 2-ni kökdə 2-yə bölürəm 1, kökdə 10-u da kökdə 2-yə bölürəm, kökdə 5 olur. Yenə ortaq vuruq var hər ikisində. 1 üstə gəl, kökdə 5-lər yenə qarşıya çıxacaq. 1 üstə gəl, kökdə 5 qarşıya çıxır, qalır. Kökdə 3 çıxılsın, kökdə 2. Və aparıb bunu surətdə yerinə yazırıq. Elə, buradan kəsik xətti çəkib məxrəci də köçürdüm aşağı. Kökdə 3 çıx, kökdə 2. Və bunlar ixtisar gedir. Cavab qaldı 1 üstə gəl, kökdə 5. Bununla bitmir işimiz. 1 üstə gəl, kökdə 5-i nəyə vurmalıyıq? Kökdə 5 çıx, 1-ə də vurmalıyıq. Kökdə 5 üstə gəl 1-i, kökdə 5 çıx 1-ə vuranda burada müxtəsər vurma düsturu alınır. Və kökdə 5-in kvadratı çıx 1-in kvadratı. Kökdə 5-in kvadratı köklə 2 gedir. İşarələr demək ki, 2 ilə kök işarəsi bir-birini aparır, 5 qalır. Çıx 1, bu da elər 4. Düzgün cavab 4 olar.